Salamlar, hər birinizi xoş gördük. Bugün 9 mart buraxılış imtahanına hazırlaşmaq üçün buraxılış tipli düşmə ehtimalı olan suallardan 30 dənəsinin izahına bir yerdə baxacağıq. Burada qəşəng funksiya sualımız var. Deməli, başlayırıq ilk sualdan. Deməli, birinci sualımız belədir. Ehtimal sualdır. Bir torbada 6 ağ, 2 qara və 4 sarı kürə var. Torbadan çıxarılan 3 şərin müxtəlif rənglərdə olması hadisəsinin ehtimalını tapın deyib bizə. Bunun üçün qəşəng bir kəsr xətti çəkirik. Ondan sonra yazırıq. Deyirik ki, kombinezonun ümumi 3 dənə şar çıxarılıb. Neçə şar var? 6 üstünə 8, 6 üstünə 2, 8, üstünə 4, 12. 12 dənə şar var. Bu 12 dənə şardan 3 dənəsi götürülür. Ondan sonra ardıca deyir ki, bu 3 şardan hərəsi müxtəlif rənglərdə olsun. Yəni, bir dənəsi ağ olsun, bir dənəsi qara olsun, bir dənəsi sarı. Deməli, kombinezon 6-dan 1, bir dənəsi ağ. Ondan sonra kombinezon 2-dən 1, bir dənəsi qara. Ondan sonra kombinezon 4-dən 1, bir dənəsi də sarı olur. İndi aşağıdan hesablayırıq. Aşağıdan hesablamaq üçün 12-dən 3 addım düşürəm aşağı. 12 vurulsun 11 vurulsun 10 və 1-dən qalxıram 3 addım yuxarı, 1 vurulsun 2 vurulsun 3. Yuxarıda kombinezon 6-dan 1 verir 6, 2-dən 1 verir 2, kombinezon 4-dən 1 verir 4. Sadələşdirirəm. 2-ni və 3-ü bir-birinə vuranda, 2-ni və 3-ü bir-birinə vuranda edir 6, 6-nı 6-ya bölürəm 1, 12-ni 6-ya bölürəm 2 və sonra belə bir şey qalır. 6 vurulsun 2 vurulsun 4. Aşağıda da 2 vurulsun 11 vurulsun 10. 2-ləri ixtisar edirəm. 4-ü 4-ə bölürəm 1. 4-ü 2-yə bölürəm 2. 10-u da 2-yə bölürəm 5. Kəsr xətti çəkirəm. 11-i 5-ə vururam 55. 6-nı 2-yə vururam eləyir 12. Deməli, çıxarılan 3 şərin müxtəlif rənglərdə olması ehtimalı 55-də 12-dir. Yəni, B variantı. Baxırıq növbəti suala. Çoxluğun elementlərindən düzəldilmiş rəqəmləri müxtəlif olan 2 rəqəmli ədədlərin sayını tapın deyir bizə. Deməli, mənə 2 rəqəmli ədəd düzəltmək lazımdır. Bu 2 rəqəmli ədədlərin də rəqəmləri müxtəlifdir. Mən birinci hissəyə, yəni onluqlar hissəsinə 1, 2, 3, 4, 5 dənə. 5 dənə rəqəmdən hər hansı birini qoya bilərəm. 1, 3, 5, 7, 9 fərq eləmir. İstənilən biri bizə verilmiş şərti ödür. Sadəcə deyir ki, 2 rəqəm olsun. Deməli, birini qoydum bura. 5 dənədən hansısa birini qoydum. Deməli, birinci sıraya, birinci rəqəm olaraq 5 ədəddən 5 dənə rəqəmdən hər hansı birini qoya bilərəm. Hər hansı birini qoyandan sonra tutaq ki, 9-u qoydum, ya 7-ni qoydum, fərq eləmir. Yerdə qalan ikinci hissəyə ədəd qoymaq üçün 4 dənə ehtimal qalır. Deməli, burada 4 dənə, 5 dənə və 4 dənə bərabər olur. 5 vurulsun 4, 20 ədəd düzəldə bilərik rəqəmləri müxtəlif. Davam edirik. 4 vəkil və 3 həkimin olduğu bir qrupdan 2 vəkil ilə bir həkimi neçə fərqli şəkildə seçmək olar? Bizdə neçə fərqli şəkildə seçmək olar dedikdə, bizə sıra soruşmur da, fərqi yoxdur. Birinci vəkil olsun, neçənci həkim olsun. Bunların əhəmiyyəti sadəcə mənə 2 vəkil və 1 həkim lazımdır. Yazıram kombinezon. 4 vəkildən 2 dənəsini seçirəm. Kombinezon 4-dən 2 və növbəti dəfədə də 3 həkimdən 1 dənəsini seçirəm. O da 3-dən 1 bərabərdir. Kəsr xətti çəkirəm. 4-dən 2 dənə düşürəm aşağı. 4 vurulsun 3 və 1 vurulsun 2 vurulsun. Kombinezon 3-dən 1-də elə 3 verir. 2-ni 2-yə bölürəm 1, 4-ü 2-yə bölürəm 2 olur 2. Vurulsun 3, 6, vurulsun 3, 18 bərabərdir. 18-ə doğru cavab olur A variantı. Qabarıq 17 bucaqlının bir təpədən çıxan diaqonalların sayı. Qabarıq çox bucaqlılarda bir təpədən çıxan diaqonalların sayı n çıxılsın 3 düsturu ilə tapılır və biz n-in yerinə 17 qoyarıqsa, o zaman 17 bucaqlı fiqursa 17 çıxılsın 3. Deməli, 14 dənə bir təpədən 14 dənə diaqonalı çıxa bilər. Cədvəldə məktəbin 6 sinif şagirdlərinin boylarının ölçüləri və sayları verilmişdir. Ən böyük nisbi tezlik neçə faizdir deyir bizə. Deməli, boyları 121, 125, 126 bu aralıqlardır və 121, 125 boyların 1.21 ilə 1.25 arası olan şagirdlər 4 dənədir. 1.26 ilə 1.30 arası olan şagirdlər 9 dənədir. 1.31 ilə 1.35 arası şagirdlər 10 dənədir. Sayılar belə verilib. Deyək ki, ən böyük nisbi tezlik
neçə faizdir deyir bizə. Ən böyük nisbi tezliyin neçə faiz olması üçün biz aralıqların için ən böyüyünü götürməliyik. Ən böyüyünü götürməliyik. Çünki ən böyük belə deyək də boy ən böyük boy aralığı, yəni ən çox say həmin bu 16 dənə şagirdədir. 1.36, 1.40 arasıdır ki, 16 şagird var. Keç xətti çəkirəm. Deyirəm ki, ən böyük belə deyək də 1.36, 1.40 arası şagirdlər ən çoxdur. 16 dənədir. Ümumi şagirdlər də 4-ün üstünə 9, 13, üstünə 10, 23, üstünə 16, 39, üstünə 11, 50. Burada da 50 dənədir. Düz topladım. 13, üstünə 10, 23, deməli 23, 16 və 11 bərabərdir 50 dənədir və bu 50-ni də vururam 100%-ə. Bizdən həmin o faizi soruşur. 50-ni 50-yə bölürəm 1, 150-yə bölürəm 2 və 16-nı 2-yə vururam, bərabər olur 32%-ə. Deməli, ən böyük nisbi tezlik faizi 32%-dir. Baxırıq, qapını zəhmət olmasa velosipedçi 30 km düzənlik ərazidə, 20 km isə dağlıq ərazidə hərəkət edərək bütün yola 4 saat vaxt sərf edir. Deməli, birinci düzənlik ərazidə gedir. Deməli, olsun düzənlik ərazidə gedir. Ondan sonra da dağlıq ərazidə gedir. Ondan sonra deyir ki, velosipedçinin düzənlik ərazidəki sürəti dağlıq ərazidəki sürətindən 5 km çoxdur. Belə bir şey yazaq. Bura yazaq yol. Bura yazaq sürət. Burada yazaq zaman. Deməli, düzənlik ərazidə gedir 30 km və dağlıq ərazidə gedir 20 km. Deyir ki, düzənlik ərazidəki sürəti dağlıq ərazidəki sürətindən 5 km/saat çoxdur. Deməli, düzənlikdəki sürəti daha çoxdur, dağlıq ərazidəki sürəti azdır. Sonra ardıca da deyir ki, zaman. Bu iki yola, ümumi yola, bütün yola da 4 saat vaxt sərf edir. 4 saat. Deməli, mən əgər düzənlik ərazidəki zamanımı tapmaq istəyirəmsə, yolu bölməliyəm həmən bu sürətə. İşte gəlir. Dağlıq ərazidəki zamanı tapmaq istəyirəmsə, yolu bölməliyəm həmən bu sürətə, bərabər olmalıdır 4 saat. Hər tərəfə vururam, vurmaqdan əlavə birinci ortaq məxrəc eləyəm. Ortaq məxrəc eləyəm. B üstə gələk 5 vurulsun B-yə. O zaman 30 vurular V-yə. Onlar 30V. Və burada da V üstə gələk 5 də vurular 20-yə. 20V üstə gələk 100 bərabərdir 4. Yuxarını hesablayıram. Bu hissəni hesablayıram. Deməli, o hissəni hesablayanda 30V ilə 20V olur 50V bərabərdir. 50V. Üstə gələk 100-ü yazmadım. Üstə gələk 100 və 4 vurulsun. Bu hissəni də vurub açıram. Olur V kvadratı. Üstə gələk 5V. Deməli, bu hissəni bütöv keçirəcəm sağa. Birinci sağ tərəfi vurum açıram. Deməli, 4V-nin kvadratı. Üstə gələk 20V. 50V-ni keçirdirəm sağa. Olur çıxılsın. 50V 100-ü keçirdirəm. Olur çıxaq 100 bərabərdir 0. Deməli, 4V kvadratı çıxılsın. 20V-dən 50V çıxanda olur 30V və çıxılsın 100 bərabərdir 0. Hər tərəfi bölürəm 2-yə ki, ədədim biraz da kiçilsin. Olur. Deməli, olur 2V kvadratı çıxılsın 15V çıxılsın 50 bərabərdir 0. Diskriminantı tapıram. D bərabərdir. B-nin kvadratı, yəni 225 üstə gələk. Belə olur da çıxılsın 4. A-sı 2-dir. A-C-si də mənfəlidir. Bərabərdə olur, müsbət toplanır. Bərabər olur 225 üstə gəlir. 4-ü 2-yə 8, onda 5-ə vuranda 400 bərabər olur 625-ə. Kök altında 625-də verir 25. 25 olduğuna görə bu kvadrat tənlikdən mən deməli V-nin qarşısındakı əksi olur 15. Bir dəfə çıxaq 25 bölünsün 2, A-sı da 2-dir, vurulsun 2. Bir dəfə də 15 üstə gələk 25 bölünsün 2, vurulsun 2. Bura mənfi verir deyə onu hesablamıram. 15 ilə 25-i toplayıram, 40-ı 4-ə bölürəm, bərabər olur 10-a. Deməli, bunu
Dağlıq ərazidəki sürətini bizdən soruşur. Dağlıq ərazidəki sürət. Dağlıq ərazidəki sürəti də budur. Yəni elə V-nin özüdür. Deməli, dağlıq ərazidəki sürəti bərabərdir 10-a. Düzənliyi soruşsaydı olacaqdı 10'muş. Davam edirik. Deməli, növbəti sualdan davam edirik. Piramidanın oturacağın tərəfləri 6-8 olan düzbucaqlıdır. Yəni tillərinin uzunluğu 13 olarsa bizdən həcmini soruşur. Əgər piramidanın tərəfləri 6-8 olan düzbucaqlıdır. Deməli, mənim belə bir düzbucaqlım var. Düzbucaqlını çəkənə qədər. Deməli, siz onacan piramidanın, burada neyəsidir? Deməli, bu mənim piramidamın oturacağı, bu da piramidamın təpə nöqtəsi. Xətləri birləşdirirəm. Deməli, bu mənim piramidamdır. Piramidamın oturacağı 6 və 8 olan düzbucaqlıdır. 6 və 8. Yan tili də deməli 13'dür. Bunun yan tili bərabərdir 13'ə. Bizə deyir ki, həcmi tapmaq lazımdır. Piramidanın həcmini tapmaq düsturu belədir. 3'də 1 S oturacaq vurulsun H. Mən oturacağımın sahəsini tapa bilirəm, amma hündürlüyü tapa bilmirəm. Mənə hündürlüyü tapmaq lazımdır. Ona görə buradan yuxarıdan bir dənə qəşəng hündürlüyü endirirəm aşağı. Görüm qəşəngləşəcəkmi? Deməli, bu hündürlükdür. Və buradan da belə birləşdirirəm buranı. Burada qoyuram 90 dərəcə. İndi həmən üçbucağı çəkirəm sizin üçün aşağıdakı biz görün. Bu mənim hündürlüyüm. Ondan sonra bu həmən o diaqonal 90 dərəcə. Bu da həmən o fiqurun yan tili. Yan tili. Deməli, yan tili 13'dür. Bu yaşıl olan nədir? Yaşıl olan 6-8 olan düzbucaqlının bax bura. Bax bura. 6-8 olan bax 6-8 olan düzbucaqlının diaqonalının yarısıdır. Bunun diaqonalı da 6'nın kvadratı üstə gələ 8'in kvadratı. Deməli, D kvadratı bərabərdir. 6'nın kvadratı üstə gələ 8'in kvadratı. D kvadratı 36 üstə gələ 64. D kvadratı bərabərdir 100. D də bərabərdir kök altda 100 eləyir 10. Diaqonal 10 olduğu üçün və hündürlük də düz ortaya düşdüyü üçün, diaqonalların kəsməsindən düşdüyü üçün onun yarısı burada olacaq 5, burada olacaq 5. Deməli, yaşıl hissə 5'dir. O zaman mənə lazımdır hündürlüyü tapmaq. Yazıraq H-ın kvadratı bərabərdir. 13'ün kvadratı çıxılsın 5'in kvadratı. H-ın kvadratı bərabərdir. 169 çıxılsın 25 bərabərdir 144. H bərabərdir kök altda 144 olur 12. Artıq mən həcmi tapa bilərəm. D bərabərdir 3'də 1. Oturacağımın sahəsi eni və uzunluğun hasilidir. Yəni 6 vurulsun 8. Hündürlüyü də 12'dir. 3'ə bölürəm 1, 6'nı 3'ə bölürəm 2. 2'ni 12'yə vururam 24. 24'ü də 8'ə vuranda nə edir bilmirəm. 16 bərabər olur 192. Deməli, həmən fiqurun həcmi bərabərdir 192 kub santimetr. Davam edirik. Deyək ki, silindrin həcmi 64, oturacağının radiusu, yan səthin sahəsini soruşur. Gəlin görək, bir dənə qəşəng silindr çəkə bilərik. Bu bizim silindrimiz. Bu da həmən o silindrin bir tərəfi. Xətlə birləşdirdim. Bu da xətlə birləşdirdim. Bu mənim silindrim. Silindrin oturacağının radiusu 4'dür. Həcmin deyil. Deməli, biz bilirik ki, silindrin həcmi bərabərdir. 3'də 1'i yoxdur bunun. Oturacaq vurulsun H. Həcmi 64'dür. Oturacağı pi r-in kvadratıdır. Yəni 4'ün kvadratı vurulsun H.
vurulsun h-dır. Yan səthin sahəsini soruşur bizdən. O zaman buradan h bərabərdir. 4-ün kvadratı 16, 64-ü 16-ya bölürəm. Olur 4 və pi də bölünür, olur 4 bölək pi. Ya da ki, saxlayaram pi-ni, pi ilə h-ı saxlayaram. Burada pi h bərabərdir. 4-ün kvadratı 16, 64-ü də bölürəm 16-ya bərabər olur belə. Bunu bildik. Pi h bərabərdir 64-ə. Ondan sonra deyək ki, onun yan səthin sahəsi. Yan səthin sahəsini tapmaq üçün oturacağın uzunluğu 2pi r h üstü ilə tapılır. Bərabərdir 2, radiusum 4-dür. Pi ilə h-ın hasili də bizdə nəyə bərabər oldu? 4-ə bərabər oldu. 4 vurulsun 4, 16. 16-nı da 2-yə vururuq. Olur 32. Yan səthin sahəsi olur 32. Davam edirik növbəti sual. Tənliyin köklərindən biri 1-ə bərabərdir. A minus b-ni tapın deyir bizə. Əgər bizə verilmiş tənliyin köklərini bizə veribsə, biz elə birbaşa x-in yerinə həmin o kökün qiymətini qoya bilərik. Tənliyin köklərindən birinin 1-ə bərabər olması o deməkdir ki, deməli burada tənlikdə x bərabərdir 1 şərti ödənilir. A vurulsun 1-in kvadratı çıxılsın, x-in yerinə qoyuram. B vurulsun 1 çıxılsın 5 bərabərdir 0. O zaman A çıxılsın B 0 və A çıxılsın B 5 keçirsə olur müsbət 5. Yəni A çıxılsın B bərabərdir 5. Bizə də deyir ki, A çıxılsın B-ni tap. O da 5-ə bərabərdir. Tənliyin köklərindən qəşəng ehtimal sualıdır. Köklərindən biri təsadüfi olaraq seçilir. Bu ədədin natural ədəd olma ehtimalı. Birinci, x-i vuruq çıxartmaq lazımdır. Mən tənliyimi köçürüm. X kubu çıxılsın 2x kvadratı 8x bərabərdir 0. X-i vuruq çıxarıram. Olur x kvadratı çıxılsın 2x çıxılsın 8 bərabərdir 0. Tənliyin bir kökü olur 0. Digərində də x kvadratı çıxılsın 2x çıxılsın 8-i bərabər edirəm 0-a. Deməli, köklərinin cəmi var. Bir də köklərinin hasili var. Köklərinin cəmi 2-dir, köklərinin hasili -8-dir. Köklərinin cəmi 2-dir deyə, deməli bu nə ola bilər? Bunlar 4 ilə -2. 4 ilə -2 vuranda eləyir -8, toplayanda da -2. Deməli, köklərindən biri oldu 0. İkincisi oldu 4 və üçüncüsü də oldu -2. Bizə deyir ki, bu ədədlərin natural olması ehtimalıdır. Ümumi neçə dənə kök var? 3 dənə kök var. Bunun neçə dənəsi naturaldır? 1 dənəsi naturaldır. Deməli, ümumi ehtimal da bərabərdir. 3-də 1-ə doğru cavab C variantı. Buranı təmizləyim, davam edeyim. Deməli, davam edirik. Bu suala baxaq. Belə bir trigonometrik sualdır. Keçən imtahanda da trigonometrik sual düşmüşdü. 2 martda. Kosinus 130 dərəcəni saxlayıram. Üstə gələk. 2 əmsal dayansın. Mənə lazımdır bu hasili açmaq. Hasili açmaq üçün yazıram 2-də 1, mötərizə açıram. Kosinus bir dəfə 10-la 40-ın cəmi, yəni 50. Üstə gələk. Kosinus bir dəfə 40-la 10-un fərqi, yəni 30 bərabərdir. Burada 2 ilə 2 ixtisar gedir elə. Olur kosinus 130, üstə gələk. Kosinus 50, üstə gələk. Kosinus 30-dur. Deməli, burada əgər bucaqların cəmi 180 dərəcə verirsə, kosinus funksiyaları bir-birinin əksinə bərabərdir. Yəni, bura olur 0 olur, gedir. Amma biz indi baxaq. Deməli, kosinus 130-u 80, 180 çıxılsın 50 kimi yazıram. 180 çıxıq 50 kimi yazıram. Üstə gələk. Sən karandaşdan karandaşa fərqləyir. Ondan sonra kosinus 50, üstə gələk. Kosinus 30 olaraq saxlayırıq. Kosinus 180 çıxaq 50 bizə kosinus 50-ni verir. Lakin ikinci rübdə olduğu üçün mən bunun qarşısına mənfi qoymalıyam. Üstə gələk kosinus 50, çünki ikinci rübdə kosinus mənfidir. Üstə gələk kosinus 30. Deməli, mənfi kosinus 50 ilə kosinus 50 islah olunur və kosinus 30-da da ifadə bərabər olur. Kök altı 3 bölək, yəni B variantı. Daxilə çəkilmiş bucaq 40-dırsa, uyğun mərkəzi bucaq. Deməli, bu bizim çevrəmiz. Çevrədə var daxilə çəkilmiş bucaq.
daxil çəkilmiş. Bir də mərkəzi bucaq. Bir də mərkəzi bucaq. Əgər daxilə çəkilmiş bucaq 40-dırsa, həmin bucağın qarşısındakı qövs bərabərdir 80 dərəcəyə. Qövs 80 dərəcədirsə, həmin qövsə aid olan mərkəzi bucaq da 80 dərəcəyə bərabərdir. Həm də bilək ki, mərkəzi bucaq 2 dəfə böyükdür, daxilə çəkilmiş bucaqdır. ABC AC vətəninə çəkilən ABC-nin AC vətəninə çəkilən paralel düz xətt F nöqtələrini kəsir. Deməli, mən belə bir üçbucağım var. Belə bir üçbucağım var. Deməli, A, B, C. Burada AC tərəfinə paralel bir dənə düz xətt çəkirim. Və adını qoyuram F-yi. F-nin AC-yə nisbəti. F-nin AC-yə nisbəti. Deməli, F-nin AC-yə nisbətimizi deyir. AC-yə nisbəti. F-nin AC-yə nisbəti 3K-nın 7K kimidir. 3-ün 7-yə nisbətidir. Bizdən soruşur BF-in F-ə nisbəti. Deməli, balaca üçbucaqla böyük üçbucaq bir-birinə oxşardır. Balaca üçbucağın BF tərəfinin böyük üçbucağın BA tərəfinə nisbəti bərabərdir. Kiçik üçbucağın FY tərəfinin böyük üçbucağın AC tərəfinə nisbəti, yəni 3K bölü 7K. Bu deməkdir ki, BF, BA tərəfləri də 3-ün 7-yə nisbətdə bölünüb. Deməli, bu deməkdir ki, FB tərəfi 3K-dır, AB tərəfi isə 7K-dır. 7K-dan 3K çıxanda o zaman AF tərəfi də olur 4K. Deməli, bizə deyir ki, BF, yəni 3 bölünsün AF də bərabər oldu 4-ə. 3-ü də 4-ə bölən də olur 0-dan %75, yəni D variantı. Baxıram növbəti sual. ABC ədədlərinin cəmi 21-dir. AX, BY, CZ 7-dir. Mən əgər ayrı-ayrılıqda AX-ı 7-yə bərabər eləsəm, o zaman X bərabər olar 7 bölü A-ya. X bərabər oldu 7 bölü A-ya. Y bərabər olar 7 bölü B-yə. Və Z də bərabər olar 7 bölü C-yə. İndi başlayıram burada yerinə qoymağa. Yəni yazıram 2 bölünsün. X-in yerinə yazıram. X-in yerinə yazıram 2 bölünsün 7 bölü A. Üstə gələ Y-in yerinə yazıram 2 bölünsün. Y-in yerinə yazıram 7 bölünsün B. Üstə gələ yazıram 2 bölünsün 7 bölünsün C yazıram. Və burada biz bilirik ki, A-ların hər biri qalxır yuxarı, B də qalxır yuxarı, C də qalxır yuxarı və 7-də 2-ni vuruq çıxarsaq, qalır eləcə A, üstə gələ B, üstə gələ C. Nəbi ki, belə olur da, 7-də 2 vurulsun A, üstə gələ 7-də 2 vurulsun B və 7-də 2 vurulsun C, üstə gələ. 7-də 2 vuruq çıxardığında A, B, C. Yazıram 7-də 2, ABC cəminin yerinə yazıram 21, 7-ni 7-yə bölürəm 1, 21-i 7-yə bölürəm 3, 2-ni 3-ə vururum 6 və ifadənin cavabı bərabər olur 6-ya. Oturacaqları 13 və 5 olan oturacaqları deyir ki 13 və oturacaqları 13 və 5 olan bərabər olan trapezin diaqonalı yan tərəfi perpendikulyardır. Yəni istənilən deməyək də bərabər yan trapezin əgər diaqonalı yan tərəfinə perpendikulyardırsa, o zaman həmin fiqurun hündürlüyü onun orta xəttinə bərabərdir. Bir daha deyirəm, əgər diaqonalı yan tərəfinə perpendikulyarsa, trapeziyanın diaqonalının yan tərəfinə perpendikulyar olması belə deməkdir. Bura 90 dərəcə. O zaman hündürlüyü orta xəttinə bərabərdir. Orta xəttdə təbii ki, oturacaqlarının cəminin yarısı deməkdir. 13-dən 5 toplayıram 18, 2-yə bölürəm 9. Deməli, hündürlük nəyə bərabər oldu? 9-a bərabər oldu. Qaşıntı oldu. 4 daşım su.
Nəsə buraxılış sualdır. Bəlkə bunu axıra saxlayaq. Bu sualı izləyib qaçmayacaqsınız. Videonu bəyənin, kanala abunə olun. Bu sualı izah edirəm. Deməli, bütün ədə doxunda təyin olmuş fx funksiyası qrafiki verilmişdir. Bu funksiyanın qrafiki verilib. Biraz da deməli, fx funksiyası verilir. Funksiyanın qrafiki də bu şəkildədir. Deyək ki, x çıxıq 2 ilə fx-in hasili, deməli, bunu yazıram burada. X çıxılsın 2 ilə deməli, x çıxılsın 2 ilə fx-in hasili sizə gələ yaza bilmirəm. X çıxılsın 2 ilə fx-in hasili sıfırdan kiçik olmalıdır. Sıfırdan kiçik olmalıdır. Mən fx-i təyin eləyərəkdən bunu da təyin eləyəcəm. Deməli, birinci baxıram. Qrafikin bu hissəsinə. Baxıram qrafikin bu hissəsinə. 4-ə qədər olan hissəsinə. İndi baxıram. Sıfırdan mənfi 4-ə qədər qiymət qoyanda, buna mavi ilə qeyd edək. Sıfırdan mənfi 4-ə qədər qiymət qoyanda, o zaman neyiniyir? Y neyiniyir? Müsbət qiymətlər alır. Bax, belə bir müsbət qiymət alır. Y müsbət qiymətlər alır. Deməli, sıfırdan mənfi 4-ə qədər Y alır müsbət. Yəni, funksiya alır müsbət. Yəni, yazıram müsbət, vurulsun. Və sıfırdan mənfi 4-ə qədər görək bu nə olur? Üzr istəyirəm, mənfi sonsuzluqdan mənfi 4-ə qədər. Mənfi, məsələn, qoyuram mənfi 6. Mənfi 6 qoyanda mənfi 6 çıxılsın 2. Mənfi 6 ilə mənfi 2 olur mənfi 8. Deməli, burada verir mənfi. Mənfini müsbətə verəndə nə olur? Sıfırdan kiçik olur. Deməli, biz aralıq olaraq mənfi sonsuzluqdan mənfi 4-ə qədəri bərabərsinin şərti olaraq götürə bilərik. Davam edin, başa düşəsiz. Davam edin. Gedirəm indi funksiyanın bu hissəsinə. Yəni, bura. Mənfi 4-dən mənfi 1-ə qədər olan hissəyə gedirəm. Mənfi 4-dən mənfi 1-ə qədər olan hissə. Mənfi 4-dən mənfi 1-ə qədər olan hissədə x-in yerinə mənfi 4-dən mənfi 1-ə qədər bir qiymət qoyurlar. Məsələn, qoyurlar mənfi 3. O zaman qrafik y-də aşağıda alır. Qrafik alır burada. Deməli, mən əgər x-in yerinə mənfi 3 qoysam, x-in yerinə mənfi 3 qoysam, o zaman fx funksiyası olacaq mənfi. Bura yenə mənfi 3 çıxılsın, mənfi 2 verir, mənfi 5. Mənfi vuraq mənfi bərabər olur müsbət. Lakin bizə şərti ödəmir, bizə kiçik sıfır lazımdır. Ona görə bu hissəni atıram. Bu hissəni atdım, yazmıram da bunu. Sonra davam edirəm. İndi keçirəm mənfi 1-dən 3-ə qədər hissəyə. Və 3-ə qədər hissədən əlavə mən bunu bölməliyəm. Hara qədər hissəni bölməliyəm? 2-yə qədər hissəni bölməliyəm. Çünki 2-dən kiçik qiymətlərində, x çıxıq 2 funksiyası mənfidir. 2-dən böyük qiymətlərində olacaq müsbət. Deməli, birinci baxmalıyam mənfi 1-dən 2-yə qədər hissəyə. Mənfi 1-dən 2-yə qədər hissəyə. Mənfi 1-dən 2-yə qədər hissə qoya bilərim, məsələn, 0. 0 qoyanda y-in qiyməti nə olur? Olur müsbət. Deməli, mən x-in yerinə 0 qoysam, fx funksiyası olacaq müsbət. Burada da 0 qoysam, olacaq mənfi. Mənfi vurulsun müsbət bərabər olur. Mənfi bizə də zaten mənfi lazımdır. Deməli, götürə bilərəm mənfi 1-dən 2-yə qədər hissəni. Ondan sonra keçirəm. Sonrasında keçirəm 2-dən 3-ə qədər hissəyə. 2-dən 3-ə qədər hissəyə. 2-dən 3-ə qədər hissə buradır. 2-dən 3-ə qədər hissə, məsələn, 2,5. 2,5 qoyanda funksiya neyiniyir? Bax, müsbət qiymət alır. Haradadır? Yuxarıdadır. Deməli, 2,5 qoyanda bu adam alırsa müsbət. Deməli, 2,5 də funksiya özü də müsbətdir. Birinci də müsbətdir. Müsbətin müsbəti hasili bizə bərabər olur. Müsbətdə bizə kiçikdir, 0 lazımdır. Ona görə bu hissəni də atıram. Bu hissə də mənə lazım deyil. Və davam edirəm. 3-dən o tərəfə baxıram. 3-dən bu tərəfəki hissəni. Baxıram bu hissə. 3-dən bu tərəfəki hissədə 3 çıxılsın 2, məsələn, qoyuram 4. 4 çıxılsın 2 bərabərdir müsbət 2-yə vurulsun. Lakin 4 qiymətində funksiya neyiniyir?
Mənfi qiymət alır. Y qalır mənfi. Ona görə bu da bərabər olur mənfi. Mənə də zaten kiçikdir 0 lazımdır. Ona görə olur mənfi. Cavab olur A variantı. Mənfi sonsuzluqdan mənfi 4-ə, mənfi 1-dən 2-yə və 3-dən müsbət sonsuzluğa. Baxırıq bu suala. Deyəsən videoya ikinci hissə gələcək. Bu sualda dayandırıram. Bu görüm nə qədər qalır. Az bir şey qalır. Bir hissəsi burada olsun. Bir də videonun ikinci hissəsi də olacaq. İzləyə bilərsiniz ikinci hissəsini. Amma hansını da dayandıracağım bilmirəm. Yazırım burada. Yəni videonun neçənci sualda dayandıracağım onu bilmirəm. Deməli yazırıq. 3'ü x'in kvadratı çıxılsın 8x. Məncə üstə gələ 19 olmalıdır. Üstə gələ 19. 27'ni yazıram 3 üstü 3. Biz də burada əsas hissələr bərabər olduğu üçün biz nə edirik? Biz bu üstləri bərabərsizləşdiririk. Yəni bərabərsizlik halını yazırıq. Olur x kvadratı çıxılsın 8x üstə gələ 19 böyük bərabərdir 3'dən. Ondan sonra deməli x kvadratı çıxılsın 8x 19'dan 3 çıxıram olur. 16 böyük bərabərdir 0. Birinci tam kvadratın düsturudur. X çıxılsın 4'ün kvadratı böyük bərabərdir 0. Biz də ifadədə x çıxılsın 4'ün kvadratı, x çıxılsın 4'ün kvadratı. Zaten müsbətdir. Kvadrat olduğu üçün. Deməli, bura onsuz da müsbətdir. Bizə deyir ki, nə vaxt müsbət olar? A variantı bütün qiymətlərində. Deməli, burada o tərəfə də sonraki videoda baxarıq. Videonu bəyənməyə, kanala abunə olmağı unutmayın. Hələlik növbəti izahlarda görüşənədək. Sağ olun. Mən videonun sonunda ikinci hissəyə saxlayacağım demişdim, amma ani olaraq qərarımı dəyişdim. Deməli, baxırıq, dörd bucaqlının daxilinə çəkilmiş çevrənin radiusu 4 cm-dir. İki qarşı tərəfin cəmi isə 10 cm-dir. Dörd bucaqlının sahəsini bizdən soruşur. Biz bilirik ki, fiqurda S bərabərdir. P, R düsturundan istifadə edə bilərik. Burada R fiqurun daxilinə çəkilmiş çevrənin radiusudur. P isə yarım perimetrdir. Yəni, iki qarşı tərəfin, ümumiyyətlə dörd bucaqlıda, istənilən dörd bucaqlıda, iki dənə qarşı tərəfin cəmi 10'dursa, daxilinə bunun çevrə çəkilibsə, digər iki tərəfində cəmi 10'dur. Deməli, ümumi perimetr bərabərdir 20-yə. Yarım perimetr isə bu 20'nin yarısı, yəni 10 deməkdir. Və bir daha deyirəm. Elə bildim ki, qaça-qaça deyirəm. Dörd bucaqlının daxilinə çevrə çəkilibsə, onun qarşı tərəflərinin cəmi bir-birinə bərabərdir. Yəni, tək xətt tərəflər, qarşı tərəflərlə, uzunluq tərəflərlə, gödək tərəflərin cəmi bir-birinə bərabərdir. Bu dörd bucaqlıda belədir. Düzdür, burada çəkilmir biraz dairə. Sadəcə olaraq qayda budur. Daxilinə çevrə çəkilibsə. İndi iki qarşı tərəfin cəmi, yəni A ilə B-nin cəmi 10'dursa, A plus B bərabərdir 10'dursa. Digər tərəfləri C ilə D qoysaq, o zaman C ilə D-nin də cəmi bərabər olar 10. Bu zaman ümumi perimetri 10 üstə gələ 10 bərabər olacaq 20-yə. Ümumi perimetri 20 olduğu üçün yarım perimetr burada 20'nin yarısı, yəni olacaq 10. Sahə bərabərdir. Yarım perimetr, yəni 10 vurulsun. Daxilə çəkilmiş çevrənin radiusu, yəni 4. 10 vurulsun 4 bərabər olacaq 40. Doğru cavab E variantı. Hipotenuzu 10 cm olan bərabər yanlı düzbucaqlı üçbucağın sahəsini bizdən soruşur. Deməli, bərabər yanlı düzbucaqlı üçbucağım var. Belə bir bərabər yanlı düzbucaqlı üçbucağım var. Əgər bunun hipotenuzu 10'dursa, bizdə bərabər yanlı düzbucaqlı üçbucaqda iki dənə xüsusi hal var idi. Bu iki dənə xüsusi haldan əgər tərəflər x, x-dırsa, o zaman hipotenuz x kök altında 2 olur. Əgər tərəflər x kök altında 2'dirsə və x kök altında 2'dirsə, tərəf 2x olur. Tərəf 2x olur. Bunu biz təbii ki, Pifaqordan tapa bilərik, amma rahat olsun deyə, imtahan asan olsun deyə biz bunu xüsusi hal olaraq yadda saxlayırıq. Biz indi baxacağıq burada birinci şəklə. Bizdə hipotenuz 10 olduğu üçün, onun yarısı, yəni 5 kök altında 2 və 5 kök altında 2 olacaq kartet. Bizə üçbucağın sahəsini soruşur. 2'də 1, deməli 5 kök altında 2 vurulsun, 5 kök altında 2. Kök altında 2'ni kök altında 2'yə vuranda
Kök 2 ilə kök 2-ni vuranda eləyir 2. Həmən o 2-də məxəstəki 2 ilə ixtisar gedir. 5 vuraq 5 olur 25 və fiqurun sahəsi də bərabər olur 25-ə. İfadəsinin ən kiçik qiymətini soruşur. Biz ifadənin ən kiçik qiymətini tapmaq üçün adətən bu tipli suallarda çox hallarda kvadratik funksiya verilir. Yəni kvadrat tənlik verilir. Kvadratik funksiya daha doğrudur. Kvadratik funksiya verilir. İndi biz birinci olaraq birinci mötərizənin ən kiçik qiymətini tapmalıyıq. Ən kiçik qiyməti tapmaq üçün istifadə etməliyik bu qaydadan. 4ac çıxılsın b kvadratı bölünsün 4a düsturundan istifadə etməliyik. 4ac 1-dir, c-si 7-dir. 7 çıxılsın. B'si 4'dür. 4'ün kvadratı 4 vurulsun 1. 4'ü 7'ye vururam. 28. 28'den 16 çıxıram. 12 və 4. 12'ni də 4'e bölürəm. 12'ni də 4'e bölürəm. Bərabər olur 3'ə. Deməli, bu ifadənin ən kiçik qiyməti 3'dür. Keçirim ikinci ifadənin ən kiçik qiymətini tapmağa. İfadə belədir. Y kvadratı çıxılsın 6y üstə gələk. Bu da eyni qədər. 4, a-sı 1-dir, c-si 1-dir, çıxılsın. B-si 6-dır. 6'nın kvadratı bölünsün. 4a, yəni 4 vurulsun 1. 4, 6'nın kvadratı 36. 4'dən 36 çıxanda olur mənfi 32. Mənfi 32'ni də 4'e böləndə olur mənfi 8. Bu ifadənin də ən kiçik qiyməti oldu. Mənfi 8. Ben neyse səhv hesablamadım. Bura oldu 3. Hə. Davam edək. Maraqlıdır. Burada niyə belə bir şey yoxdur? Deməli, burada başlarında kvadrat var. Bəlkə bu kvadrat olmamalıdır. Neyse, məncə variantlarda burada problem var. Deməli, 3'ün kvadratı olur 9. 8'in kvadratı, başlarında kvadrat var da 8'in kvadratı olur 64. Üstə gələk də 12. Deməli, 9 üstə gələk 64. Bir dəqiqə, buralar 0 olabilirmi? Olabilir. B kvadratı 16. Çıxılsın 49. Bu da olabilir. Bu da olabilir. Sözsüz bunun ən kiçik qiyməti. Bax, tam kvadratı ayırmaqla da yazım dəqiqləşdirin variantı səhvdir. X çıxılsın 2'nin kvadratı plus 4 plus 3. Kvadratı üstə gələr. Y çıxılsın 3'ün kvadratı çıxılsın 8. Bizə ən kiçik qiymətdir. Kvadratı üstə gələr 12. Ən kiçik qiymət o vaxt olar ki, bu hissə 0 olsun və bu hissə 0 olsun. Yox, burada bir dənə məsələ var. Bircə dəqiqə. Hə, tam kvadratı ayıranda görünür. Gəlin tam kvadratdan yazaq, baxaq. Səbirlə yazsam sizin üçün. Tam kvadratı ayıranda görünür. Burada cavab 21 olur. 9 üstə gələ 12 21. Bax yazıram. X'in kvadratı üstə gələ 4x üstə gələ 4. Bu şəkildə ayırıb üstə gələ 3 yazıram. 7'ni 4 3 olarak ayırdım. Diğerinde y'ın kvadratı çıxılsın 6y. Y'ın kvadratı çıxılsın 6y. Üstə gələk 4 yaz, 9 yazı. Belə bir ki, bura 8 verirəm. 1 ilə 8 olsun 9. Çıxılsın 8. Biri 9 çıxaq 8 kimi yazıram, düşünək. 9 çıxaq 8 kimi yazdım. İndi bu tam kvadratdır. Yazıram mötərizədə x üstə gələk 2'nin kvadratı. Ardıca üstə gələ 3'ün kvadratı üstə gələ. Digəri də y üstə gələ. Y çıxaq. Y çıxaq 3'ün kvadratı çıxılsın 8'in kvadratı. Üstə gələ 12 dursun. İndi ayrı-ayrı baxıram. Birinci baxıram sarı ilə olan hissəyə. Sarı ilə olan hissə ən kiçik qiyməti o vaxt alar ki, burada kvadratı ayırdığım hissə, 0 olsun. 0 olarsa, o zaman ifadə alacaq ən kiçik qiymətini. Digər hissə isə o vaxt, digər mavi ilə işarətlədiyim hissə, o vaxt, bax bura, bu hissə.
Və avtomatik özü 0 ola bilir. Niyə özü 0 ola bilir? Çünki burada x üstə gələ 2-nin kvadratını, bu hissəni, kvadrat aydığım hissəni -3 götürüb, -3 üstə gələ 3 0 yaza bilmərik. Amma burada y çıxı 3-ün kvadratı hissə var ha, bu hissəni. Bu hissəni 8 götürə bilərəm mən. 8 ola bilər də, alar, məsələn, 40-ın yerinə qoyarsam, 2 kök altı 2 üstə gələ 3. 8 qoyaram. 8 çıxılsın 8, 8 çıxılsın 8. Onlar 0, deməli bu ifadə olar 0. Üstə gələ 0, üstə gələ 12. 9 üstə gələ 12 bərabər oldu 21-ə. Doğru cavab oldu. D variantı. Davam edirik növbəti sualdan. Saxlayın, mən davam edəcəm. Növbəti sualdan kompleks müstəvidə AB deməli 6 üstə gələ 2 və 2 üstə gələ 4 kompleks ədədlərini göstərən nöqtələrə uyğun olaraq A və B ilə işarə etsək, OA və OB düz xətləri arasında qalan kiçik bucağı tapın deyib bizə. Deməli burada biz düşünək ki, OA bir vektordur və OB bir vektordur. Həmin vektorlar arasında qalan bucağı tapmaq da rahat olar bizim üçün. Deməli, Z1 A nöqtəsini təyin edir, Z2 də B nöqtəsini təyin edir. Deməli, biz A-nın koordinatlarını yaza bilərik. X üstə gələ Y idi, axı biz bunun belə olduğunu bilirik. Deməli, A-nın koordinatları 6, 2-dir. OA vektoru koordinat mərkəzi olduğu üçün, koordinat başlanğıcı olduğu üçün. O zaman o A vektorunun koordinatı olacaq 6, 2. Və OB vektorunun da OB vektorunda koordinatları olacaq 2, 4. Bir daha deyirəm. Bura x üstə gələ y idi. Qaydada var idi. A nöqtəsinin koordinatları x, y, yəni 6, 2-dir. Yazıb uyğun olaraq A 6, 2-dir. O zaman OA 0, 0 olduğu üçün OA vektorunun koordinatları da olacaq 6, 2. Bu bir vektorun koordinatları 2, 4'tür. Həmin bucaq arasında kiçik bucağı soruşur. Biz bu bucaqlar arasında kosinus alfanı tapa bilərik. Deməli, yuxarıda skaler hasilləri, yəni 6 vurulsun 2, üstə gələ 2 vurulsun 4. 6-nı 2, 2-ni 4-ə vururam. Kök altında bir dəfə OA-nın modulu, uzunluğu, mütləq qiyməti. Üçü də eyni anlayışda tapıram. 6-nın kvadratı üstə gələ 2-nin kvadratı vurulsun. Kök altında digəri də 2-nin kvadratı üstə gələ 4-ün kvadratı. Bərabərdir. 6-nı 2-yə vururam 18, üstünə də 8, 6-nı 2-yə 12, üstünə də 8 gələndə 20. Birinci eləyir kök altında eləyir kök altında 40. Digəri də eləyir kök altında 20. Bərabərdir. Deməli 20, 40-ı 20-yə vuranda eləyir 800. Deməli, belə bir şeydir. Kök altında 800. O da 800'ü də mən 400 vurulsun 2 yazaram. O zaman 400'dən kök çıxar 20 və kök altında 2 də qalır. 20'dən ixtisar getdi. Qalır 1 bölünsün kök altında 2. Kosinus alfa. Biz də bilirik ki, kosinus alfa 1 bölü kök altındakini alır 5 dərəcədə. Təpə nöqtəsinin koordinatı -2, ordinatı -2, 25'dir. Ordinatı -2, 25'dirsə, biz buradan AB ilə əlaqəli nəsə tapaq. Buradan B-ni tapmaq olar elə. Qaydanı bilirdik. 4AC çıxılsın B kvadratı bölünsün 4A. Həm ifadənin ən kiçik ya da ən böyük qiymətini tapır, həm də təpə nöqtəsinin ordinatıdır. Bunu bərabər edirik -2 tam %25. İndi 2 tam %25'i isə yazıram 4'də 10 olaraq yazıram. Çünki 4'də 9 olaraq yazıram. 4'də 9. 9'u 4'ə böləndə edir 2 tam %25. Deməli, bunu bərabər edirəm -4'də 9'a. Qiymətlərin yerinə qoyuram. 4, A-sı 1'dir, C-si 4'dür. Çıxılsın. B də eləcə B-də olur, çıxılsın. B-nin kvadratı bölünsün. 4, A-sı yenə 1. Bərabərdir -4'də 9. Məxrəcdə 4'lər getdi. İndi 4'ü 4'ə vururam, eləyir 16 çıxılsın. B kvadratı bərabərdir -9. B kvadratı bərabərdir -9 keçir sola olur, müsbət 9. 16 ilə 9 toplanır 25 və B də bərabər olur plus minus 5'ə. Doğru cavab olur C variantı. Davam edirik digərinə.
Üçbucağın bucaqlarından biri 30 dərəcə, bu bucağın qarşısındakı tərəf isə 7 santimetrdir. Onun daxilinə çəkilmiş çevrənin radiusunu bizdən soruşur. Deməli, bizdə belə bir düstur var idi. Sinüs tərimi A bölünsün sinüs alfa, B bölünsün sinüs beta, C bölünsün sinüs alfa bərabərdir 2E xaricinə çəkilmiş çevrə radiusu. O zaman bunlardan birini istifadə edərək yaza bilərik. A bölünsün sinüs alfa bərabərdir 2 yazarıq. Bunun A-sı 7-dir, tərəfi 7-dir. Sinus 30 dərəcə, alfa da 30 dərəcədir, bərabərdir 2 vurulsun E. 7 sinus 30'da alır 2'də 1 bərabərdir 2 vurulsun E. Çarpaz vurarıqsa, ya da çarpaz vurmamışdan öncə belləmək olar da. 2 qalxar yuxarı, elə bir ki 7 olar. 2'də 1 tərsinə çevrilər, olar 1'də 2 bərabərdir 2. 7'ni 2'yə vururam, 14 bərabərdir 2. E də bərabərdir 14'ü 2'yə böləndə eləyir 7. E bərabərdir 7. Xaricinə çəkilmiş çevrənin radiusu bərabər oldu 7'yə. Deməli 5 saxlayıram. Birinci bura baxın. Tangens 23 dərəcəni mən kotangens, indi tan kot yazılır da. Kotangens 90 çıxılsın 67. 90'dan 67 çıxanda həqiqətən 23 olur. Adı da dəyişir bunun. Niyə belə yazdım? Tangens yazmalıydım. Adı da dəyişir olur kotangens 67. Deməli yazaram ki 5 üstə gəlinsin loqaritma 3 əsasdan kotangens biraz sərgəli yazsaydım daha yaxşı olardı. Loqaritma 3 əsasdan kotangens 67 üstə gəlir loqaritma 3 əsasdan tangens 67. Tangens 67. 5 qalar. Sağ hissəni xassədən istifadə edərək hasilini yazarım. Yəni kotangens 67 vurulsun tangens 67'nin hasili. Biz də bilirik ki, eyni bucağın tangensi ilə kotangensin hasili 1'ə bərabərdir. Olur 5 üstə gəlir loqaritma 3 əsasdan 1. Loqaritma 3 əsasdan istənilən əsasdan 1 bərabərdir 0'a. 5 üstə gəlir 0 bərabərdir 5 olacaq. İfadənin qiyməti bərabərdir 5'ə. Davam edilir. Deyir ki, vektorların skaler hasili emin hansı qiymətində ən kiçik olar? Emin hansı qiymətli vektorların skaler hasili ən kiçik olar deyir bizə. Gəlin bunu vuraq baxaq. Bunu x uyğun olaraq vururam. Deməli m çıxılsın 1 üstə gəlir 4 vurulsun m. Vurub açıram. M'in kvadratı çıxılsın m üstə gəlir 4m. Bu da m'in kvadratı üstə gəlir 3m. M'in kvadratı üstə gəlir 3m. Deyir ki, m'in hansı qiymətində ən kiçik olar? Deməli, mən bunun ən kiçik qiymətini tapmalıyım. Ən kiçik qiymət deyəndə verilmiş funksiyanın, yəni bu hasil oje keçdi də, vektordan çıxdı söhbət. Oje gedirik kvadrat tənliyə. Verilmiş kvadrat tənliyə əgər parabolanın qrafiki belədirsə, təpə nöqtəsinin ordinatı onun ən kiçik qiymətidir. Ordinatı. Həmən ordinatın, yəni funksiyanın ən kiçik aldığı qiymət m'in qiymətidir. Yəni, nəyi demək istəyirəm? Bizə verilmiş nəyinsə qiymətini yerinə qoyanda nəticədə ən kiçik yaxud da ən böyük alınırsa, biz bunu təpə nöqtəsinin apsisi ilə mənfi b bölünsün 2 abüştürü ilə tapmalıyıq. Mənfi b-si 3'dür, olur 3. 2, a-sı da 1'dir. Mənfi 3'ü də 2'yə böləndə bərabər olur. 1,5. Mənfi 1,5. Həqiqətən də m'in yerinə mənfi 1,5 olanda verilmiş funksiya ən kiçik qiymətini alır. Yəni, bu parabola qrafiki təpə nöqtəsinin ən kiçiyində dayanır. İlk altda 10 çıxılsın 7 ədədinin kəsir hissəsini tapın deyir bizə. Deməli, bu tipli suallarda biz burada mənfi 7'ni ata bilərik. Bizə mənfi 7 lazım deyil. Tam hissəni soruşmur. Kəsir hissəni soruşduğu üçün kök altında ondan təqribən nə çıxır? 3 tam nə qədərsə. Deməli, bunun da kəsir hissəsi kök altında 10 çıxılsın. 3'dür B variantı. Burada probleminiz varsa topdan yaxud da sualdan xüsusən bu suallara baxmanızı tövsiyə edirəm.
İfadəsini bizə veribdir, qiymətini hesablayın. Mən bu kubları saxlamaqla, yəni ifadəni A çıxılsın B, A üstə gələk B, ümumi başında kub yaza bilərəm. İçəridəki hissə kvadrat tam düsturdur. A kvadratı çıxılsın B kvadratı. Üçüncü düstur. Həmin ədədlərin kubu. O zaman A kök altında 5-dirsə, olur kök altında 5-in kvadratı çıxılsın. B kök altında 2-dirsə, olur kök altında 2-in kvadratı kub. Kök altında 5-in kvadratı olur 5. Kök altında 2-in kvadratı olur 2. Bunda kub. 5-dən 2 çıxıram 3. 3-ün də kubu bərabər olur 27-yə. Doğru cavab olur D variantı. Dəlillər sisteminin həlli yoxdur. Dəlillər sisteminin həlli olmaması üçün x-ın əmsallarının nisbəti qəşəngcə bərabər olmalıdır. Y-ın əmsallarının nisbətinə və ardıcı da bu sərbəst hədlərin, yəni bərabərlikdən sonraki ifadələrin s-lərin nisbətinə bərabər olmamalıdır. Eğer ki, bura qədər bərabər olur, axırda fikrin dəyişir. Mən də yoxam, ona görə şərt pozulur. Eləcə birinci hissəni bərabər eləməyimiz yetərlidir. Çarpaz vururam. 2 vurulsun 4 bərabərdir. 1 vurulsun B. B də bərabərdir. 2-ni 4-ə vururam. 8. Deməli B olmalıdır 8. Baxırıq növbəti suala. O çevrəsinin mərkəzi BM isə 70 dərəcədir. Əgər verilmiş qövs Əgər verilmiş qövs 70 dərəcədirsə, qövs 70 dərəcə olduğu üçün o zaman onun qarşısındakı daxilə söykənən bucaq 35 dərəcədir. Və AC diametrinə söykənən bütün üç bucaqların hər biri çevrə daxili 90 dərəcədir. 90 dərəcə 35 dərəcə olduğu üçün digər bucağı da tapmaq üçün 90-dan 35 çıxırıq, bərabər olur 55 dərəcə. Deməli, C bucağı 55 dərəcədir. Bizdən də elə C bucağı soruşur. Doğru cavab olur C variantı. Qəşəng sualdır. Bu sual öz aramızda f(x) funksiyası tək funksiyadır. f(2) 4-dürsə, funksiyanın təkliyin xassəsini bilirik. Bilirik ki, f funksiyası əgər 4-dürsə, həmin funksiya təkdir deyə bunun nəticəsi də -4 olacaq. Yəni, müsbət qiymət qoyanda nə alırsa, mənfi qiymət qoyanda onun əksini alır. Ona görə 3 vurulsun f -2 üstə gəlsin. 2 vurulsun, f2 bərabərdir. İfadəsinin qiymətini tapa bilərik. 3 vurulsun, f -2-nin yerinə qoyuram -4. Yazıram, vurulsun -4. Üstə gəlir 2 vurulsun, f2-nin də yerinə qoyuram 4. f2 4-ə bərabərdir. 2 vurulsun 4. 3-ü -4-ə vururam, -12. 2-ni 4-ə vururam 8. -12 ilə də 8 olur -4. Doğru cavab olur C variantı. Buradan bitdi. Belə, videonu bəyənməyə, kanala abunə olmağı unutmayaq. İmtahanda hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, ürəyinizdən keçdiyi kimi nəticə əldə edəcəksiniz. Hələlik sağ olun, görüşənədək.